Ölmüş rəqəmsal dirilər. Süni intellekt ikinci həyat verir. Yeni texnologiyalar rəqəmsal surətlər yaradaraq mərhumlarla ünsiyyət imkanı verir. Generativ süni intellekt insanların ölüm və kədər anlayışını dəyişməyə başlayıb. Bu yanaşma bəzi insanlara təsəlli versə də, emosional prosesi mürəkkəbləşdirir və canlı ilə ölü arasındakı sərhədləri silir. Ekspertlər xəbərdarlıq edir ki, süni intellekt vasitəsilə verilən emosional dəstək empatiya qabiliyyətini zəiflədə, itkini qəbul etmə və təbii kədər prosesini çətinləşdirə bilər. İnsanlar arasında birbaşa ünsiyyət isə həyat və ölüm anlayışlarını dəyişir. Tədqiqatçı Shisei Tei bildirir ki, süni intellekt tərəfindən yaradılan şəxslər qarşılıqlı əlaqə və anonimliyi əks etdirir, lakin fərdi özünü tanıma qabiliyyətindən məhrum edir. Belə sistemlər mürəkkəb emosional təcrübəni sadələşdirir və insanlarla formalaşan kamilliyi heç vaxt əvəz edə bilməz.